Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Afət Fərman qızı və Sevinç Hüseynova bloger arasında qalmaqal baş verib. Buna səbəbi isə Afət Fərman qızının uzun illərdir Vəfa Şərifovanı sosial şəbəkədə təhqir etməsi olub. Artıq bu təhqirlərə dözməyən Sevinç sosial mediada bütün həqiqətləri açıb. O qeyd edib ki, Famildən Vəfa Şərifova güclə canını qurtarıb və Familin ilk həyat yoldaşı dediyiniz qadınla heç vaxtı kəbini və zaksı olmayıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Afət Fərman qızı mənimlə müharibə başlatdı ay cəmaat. Çünki Bicdiyə söylən Vəfa Şərifovanın uşaqlarını müdafiə keçdiyim üçün bir insan olarak, bir Azərbaycanlı olarak və bu sosial medianı istifadə edib artıq qulağımdan qan gəldiyi üçün bezən mən və sizlərin iç səsi olaraq bu məsələni ictimailəşdirdim və dünəndə mən videolarımı paylaşdım. Altda məni söydürməyə çalışır. Başlasın müharibə. Haqlı olan qazansın inşallah ki mən qazanacağım. Bu arada o it qızı söhbətində mən çaşdım, şuur altıma yeriyib çünki siz demişsiniz o sözü. Mən Floradan üzr istəsəm, mən Afət Fərman qızı yox, mən Afət it qızı olaram, biləsiniz. Mən ölərəm üzr istəmərəm, mən heç dədəmdən üzr istəmirəm. Mən üzr istəməli iş görməmişəm. Həyatım mənim leksiyonda üzr yoxdur, səhv eləsəm, düz eləsəm məndə üzr yoxdur. Tutularam, gedib o türməmdə yataram. Amma mən üzr istəmərəm. Mahnı oxumuşam, zor eləmişəm. Nəsim bilər, mən bilərəm. Sən kimsən? Nəsimin hələ minnətli olsun ki, mən onun qəzəlinə mahnı. Sizin əllərinizdən öpürəm, sizi oğlumun toyuna dəvət edirəm. Mənim ən şad günümdə mən istəyirəm ki, orada sizdən əlinizdən öpüm, üzr istəyim. Daha sonra mən sual ünvanlayır. Bəs sənin Səidə Bəkir qızıyla nə işin var? Çünki mən sadəcə çaşan insanları yerində oturdan bir vətəndaşam. Çaşırlar, cızılarından çıxırlar, çaşır qıfıqlarından çıxmasınlar. Ama özünü yaxşı aparmasa əgər atmaca danışsa açıqlayacaq. Sonra Səidə Bəkir qızını tərifləyir. Dinləyin bir dənə. Düşünmədimmi ki, Afət Fərman qızı da belə cavab verər ki, o zaman sən Səidə Bəkir qızından nə istəyirsən? Hələ hansı Səidə Bəkir qızından? Ondan bundan səhv salmayın. Əxlaqı ilə, davranışı ilə, danışığı ilə nümunəvi bir xanım olan. Kişi də uşaq pulu davası eləyər. Azərbaycan kişisi daha deyirəm, fahişə qadından 5 beter olub. Səidə Peysər qızı, şəxsən mənim bugünkü günü uşaq puluna ehtiyacım yoxdur. Allahın böyüklüyünə çox şükürlər olsun. Amma ehtiyacı olan Azərbaycan kişilərinin adından deyirəm ki, sənin nəslindəki qadınlardır, kişilərdir, fərqi yoxdur. Hamısı. Sənin evində kişi olsaydı, sənin dədən, sənin qardaşın, sənin ərciyin, demək olarsa, onlardan bir dənəsi kişi olsaydı, sən çıxıb bugünkü gün Azərbaycan kişilərini belə təhqir edə bilməzdin. Onu tərifləməyiniz mənim üçün çox normaldır. Niyə? Çünki siz Flora Kərimova ilə dalaşıb, özünüzə it qızı dedizdirən adamsınız. O isə Rəqsanə ilə dalaşanda demişdi ki, mən onu bağışlasam, Bəkirin qızı olmaram. Barışdılar, o da oldu Bəkirin. Yox, Allah bilir kimin qızı. Geri dursun, heç Bəkirin qızı deyilmiş. Bir addım geri atsın, heç atamın qızı deyil. Daha sonra deyirsiniz ki, Səidə Bəkir qızı əxlaqlıdır, falandır. Əxlaq nəyə deyilir? Mən sizə izah edim. Özü də sizə elmi dillə izah edəcəm. Baxın, əxlaq insanın xarakterini, davranışını və mənəvi dəyərlərini ifadə edən anlayışdır. Başqa sözlə, əxlaq insanın doğru ilə yanlışı ayırt etməsinə və buna uyğun davranmasına kömək edən prinsiplərdir. Yəni, Afət Fərman qızı, əxlaq iki paçanın qorumaqla olmur təkcə. Davam edirik. Məsələn, əxlaqlı insan düz danışmağa çalışır. Mesela mən nə sizi, nə Səidə xanımı, xanım deyək də, nə deyək, o da bir Azərbaycanlıdır. Əxlaqlı saymıram. Niyə? İkiniz də düz danışmırsınız çünki. İndi birazdan davam edəcəm, izah edəcəm niyə. Ədalətli davranır əxlaqlı insan. İkiniz də ədalətli davranan insanlar deyilsiniz. Başqalarının haqqını tapdalamır. İkiniz də. Onları etmirsiniz. Hörmətli və mərhəmətli olur. Bu iki anlayışın ikisi də sizdə yoxdur. Ümumiyyətlə, heç belə yaxınından belə keçmirsiniz. Verdiyi sözləri əməl etməyə çalışır. Başlayaq indi bunları sizə bir izah edim. Deməli, düz danışmaya çalışır deyəndə, bir insan bir şeyi dilə gətirirsə, bir əsasa, bir sübuta, nə bilim, bir şey dayanaraq
onu deyirsə, o zaman düz danışır deməkdir. Yox, bir gün nala, bir gün muha vurursa, bir gün dediyini sabah danırsa, deməli bu insan düz danışan deyil. Deməli nədir? Əxlaqlı da deyil. Ədalətli davranmalıdır. Siz ədalətli davranmırsınız ikiniz də. Və o bir gün məcburi köçkünləri təhqir elətdirir öz səhifəsində. Bir gün uşaq pulu istəyən kişilərə fahiş edir. Bir gün hicaba, dinə ilişir. Deməli ədalətli deyil. Və siz də onun kimi. Körpə, günahsız uşaqlara, hansılar ki Allah qatında dini kəbinli, ata-analarının sevgisi nəticəsində dünyaya gəlib və siz onları bic deyirsinizsə, siz qəti ədalətli insan deyilsiniz. Başqalarının haqqını tapdalamır. Yenə də bu ikinizə də aiddir. Niyə? Çünki kifayət qədər haqq tapdalayırsınız və ona görə də bir gün Allaha cavab verəcəksiniz. İkiniz də o inanmadığınız Allaha bu arada. Hörmətli olur. Mən nə sizi, nə onu hörmətli hesab etmirəm. Bax bura, buradan ta Qarabağa qədər, uzanacaq qədər sizlərə ünvanlanan söyüşləri sıraya dizsəm bir o qədər hörmətsiz insansınız ikiniz də. Ona görə də əxlaqlı sayılmırsınız demək ki. Mərhəmətli olur. Birisi, yenə deyirəm, körpə uşağa dil uzadırsa, məsum uşaqlara dil uzadırsa, mərhəmətli deyil, %100. Deməli, yenə də əxlaqlı deyilsiniz. Mən də bundan artıq sizə nə deyim? Amma davam edək. Mən niyə sizinlə canlıya qoşulmadım? Çünki siz günorta məni canlıya qoşanda dinləməyə bacarmadınız. Qarğa bazarına dönmüşdü, danışıb sizə bir şeylər deməyə çalışdıqca, səsimi tonunu ucaltdıqca səsim batdı. Başım ağrımağa başladı. Mən buna səbrim yoxdur ya. Mən vəfa deyiləm. Mən vəfa qədər humanist davrana bilmirəm. Mən vəfa qədər alicənab da davrana bilməyəcəm sizə. Ona görə də siz müharibəyə girdiyiniz insan bax budur. Sizinlə elmi dildə, nə bilim, sizin videolarınızı yükləyərək, sübutlarla, dəlillərlə danışan qızdır. Afət Fərman qızı. Artıq Azərbaycan xalqını cana boğaza yığmısınız. Toy tutacaqsınız deyə insanların həqiqətən də artıq qulağından qan gəlir. Müğənni birisinin ailəsinə, qardaşına, ölmüş anasına, körpə balalarına artıq əski sözlər deyərək gündəmdə qalmalı deyil. Müğənni sənəti ilə, səsi ilə, belə deyək də, qazandığı hörməti ilə, klipləri ilə, konsertləri ilə gündəmdə qalmalıdır. Və bunların heç biri sizdə yoxdur. Siz bir dənə toya gedirsiniz bu arada və toylarda da oxuduğunuz mahnılar ona buna aid olan mahnılardır. Məsələn, mən sizə şəxsinizə aid olan hər hansı bir mahnı bilmirəm. Dünən də dediyim kimi sizə ancaq Nəsiminin qəzəlini belə deyək də bir növ toy mahnısını çevirib oxumağınızla tanımışam və daha sonra da təbii ki o qalmaqalarınızla. Nəysə davam eləyək. Bayaq canlıda deyirsiniz ki, sən vəfanın nəyini müdafiə edirsən, evli kişi ilə görüşən qadınlara necə baxırsan? Mən də qayıtdım ki, pis baxıram. Bəli, pis baxıram. Çünki o qadınla zaksı varsa bir kişinin və kişi ailəsini sevirsə və qadın min bir bəhanə ilə onun ailəsini uzaqlaşdırıb, nə bilim, hiləgərliklə uzaqlaşdırırsa, o qadınlara bəli pis baxıram. Familin adını və onun siz yoldaşı kimi təqdim etdiyiniz digər uşaqların anasını bax, bir cənə burada indi hallandırıb bununla bitirəcəm. O qadının heç bir günahı yoxdur ki, sənin kimi birisinin dilinə, dişinə düşüblər. Ona görə də mən onun qürurunu incitmək istəmirəm. Amma o xanıma da buradan sadəcə bir dənə söz demək istəyirəm ki, məni üzürlü sayın, mən sadəcə dürüst fikirlərimi bildirirəm. Baxın, bir qadınla zaksı olmadığı təqdirdə o kişi subay sayılır. Vəfadan öncə də gəzib, vəfadan sonra da gəzməyə davam edir. Amma vəfa onu qəbul etmədi bu arada. Və belə deyək də, bacardığı qədər ondan ayrılmaya çalışdı və mən bütün ətrafım hansılar ki, vəfanı tanıyır. Hamısı mənə deyir ki, o qız güc balı ilə ondan canını qutardı. Nəysə, və əgər bunu o qadın qəbul edirsə, inciməsin, bu onun haradasa qurursuz olduğunun isbatıdır. Mən elə kişi ilə ümumiyyətlə yoldaşı olaraq adımın hallanmasını belə istəmərəm. Nəysə, davam edək Familə. Deyirsiniz ki, bayaq canlıda, əgər o gəlib mənim yoldaşıma deyirsiniz, Mamedə deyib ki, mənim arvadım olmayıbdır vəfa. Əgər Famil elə bir söz deyibsə, mən buradan kişi qızı kimi deyib və sözümün arxasında dayanmasam namərdəm. Famil və Famil kimi kişilərə ünvanlayıram sözünü. Əgər sənin dediyin kimi gəlib o sözü deyibsə, 2 uşaq doğuzdurduğu qadını danan
və sevgisini bütün artıq Vəfanın və hətta mənim də ətrafım, bütün hər kəs bilir də, danan kişi mənə görə kişi sayılmır. O kişinin ən böyüyüdür. Və elə bir kişi aid ümumiyyətlə heç bir söz danışmaq belə istəmir. Və özünüz də bayaq canlıda etiraf etdiniz ki, familin həmin o yoldaşı dediyi qadınla zaksı olmayıb. Yəni, ay Azərbaycan xalqı, Vəfanın adının çıxaran Ayfət kimilərdir. Həqiqətən də o qızın zakslı, evli bir kişi ilə münasibəti olmayıb. Subay bir kişi ilə dini kəbin kəsdirib və övlad dünyaya gətirib. Və o uşaqlar da bic deyil. Çünki ataları bəllidir. Bütün Azərbaycan familinin o uşaqların atası olduğunu bilir və onun soyadını daşıyır.